Mənim adım Liordur. Mənim 16 yaşım var. Atam Azərbaycanlıdır. Anam isə Ukraynada dünyaya gəlib və Yəhudidir. Dünya heyran bu şirin Vüqarlı doğma söze 50 milyon insanı qovuşduran möcüzə. Bu yaşa qədər, məktəbə gələnə qədər Alman dilində danışmısan. Hə, Alman dilində danışmışam, həm də Rus dilində danışmışam. Azərbaycan dilini neçə yaşından öyrənməyə başlamısan? 11-12 11-12 yaşından başlamısan Azərbaycan dilini öyrənməyə. Bəli. Sən belə məktəb haqqında kim məlumat verdi ki, belə bir məktəb var, Xarı Bülbül kimi bir mədəniyyət evi var? Özüm sosial şəbəkələrdə görmüşəm, həm də dostlar mənə bundan bəhs eləmişdi və bu çox böyük maraq doğurdu məndə. Özümə dedim ki, mən də qoşulum və dilimi inkişaf etdirim. Babamla söhbət edirəm. O, məncə, yeganə ailə üzvüdür ki, Azərbaycan dilini müəyyən dərəcədə qoruyub saxlaya bilmişdir. Xoşuma gələn şey məhz bizim ab-havadır. Bizim münasibətimiz dostane xarakteri daşıyır və bir-birimizi dəstəkləyirik, həm də oyunlar oynayırıq və mən əslində hamınıza çox minnətdaram. Çünki bu dərslər, yığıncaqlar bizi vətəni bir növ yaxınlaşdırır. Yəni, Azərbaycanla nə qədər uzaq olsaq da həsrət çəkmirik. Yəni. Nəinki Bakıda, həmçinin Azərbaycanın bir çox vilayətində olmuşam, gəzmişəm və bizim xalqımız doğrudan da qonaqpərvərdir, ürək yumşaqdır, səmimidir. Mən bununla qürur duyuram. Vətən uzaqda deyil, vətən